Fransada yaşayan 52 yaşlı fermer Michel Dupont'un torpaq sahəsində dəyəri təxminən 4 milyard avro olan 150 tondan çox qızıl aşkarlanıb. Haberler.com məlumat verir ki, yeraltı sərvətin dövlətə məxsus olma səbəbilə fransız fermerə bu sərvətdən bir qəpik də çatmayacaq. Torpağımda adi bir yoxlama aparırdım. Birdən qəribə bir parıltı gördüm. Biraz da dərinə qazdıqda əlimdə tutduğum şeyə inana bilmədim deyə fermer açıqlamasında bildirib. Əraziyə çağrılan geoloqların apardığı araşdırma nəticəsində sahənin altında dəyəri təxminən 4 milyard avro olan 150 tondan çox saf qızılın olduğu müəyyən olunub. Rəsmilər bunu ölkədə son illərdəki ən böyük qızıl kəşflərindən biri olaraq qiymətləndirir. Qanuna görə yeraltı sərvətin dövlətə məxsus olması səbəbilə Duponta qızılı çıxarmağa icazə verilməyib. Torpağın altındakı qızılın gələcəyi hələ də qeyri-müəyyəndir. Dupont isə verilən qərara etiraz olaraq mən sadəcə ədalətin bərpa olunmasını istəyirəm. Dövlət hər şeyi alacaqsa, mənə təzminat ödəməlidir. Qanun ümumi dəyərin 0,5% həcmində təzminat nəzərdə tutur deyə bildirib.